şagirdlərə qarşı şiddət olmaz, humanist davranmaq lazımdır deyənlərin və bu qərar verənlərin əksəriyyəti döylə-döylə oxuyublar. Və görünür bu təhsil onları qane etmədi və böyüyəndən sonra qərar verdilər ki, bəs döyülmək yaxşı şey deyil. Bəlkə də indiki o humanist böyüyən uşaqlar da 30 il, 40 il sonra, yəni onların öz dövrü gələndə bu qərar verəcəklər ki, atalarımızın, babalarımızın təhsil sistemi daha yaxşıymış. Bəli, mən də döyülməyən, şiddətin, zorakılığın bir valideyn və müəllim olaraq tərəfində deyiləm. Sadəcə hər şagirdin öz təbiətinə görə davranılmasının tərəfindəyəm. Həm məktəbdə, həm də evdə. Lazım olanda döyəcəksən, lazım olanda sevəcəksən. Hansı şəkildə başa düşürsə. Bu arada səhifəmizi izləməyi unutmayın. Hələlik sağ olun.